Uzun bir günün ardından uzun yol səyahətləri, uzun gəmi səyahətləri, tək çıxılan yürüyüşlər və ya evdə tək qalmaq. Bu bəzən bizdə öz-özümüzə danışmağa yol açır. Buna içsəl monoloqlar da deyilir. Məsələn, öz-özümüzə plan qururuq, müəyyən hədəf doğrultusunda çalışırıq, bir fikri yürüdürük, müəyyən qədər işlər görürük, öz-özümüzü motive edir, öz-özümüzü ruhdan salırıq. Biz buna öz-özünə danışmaq deyirik və ya monoloq da deyirik. Bəzilərimiz bunları dəlilik əlaməti kimi, quşun itməsi kimi və ya pis bir şey kimi görsə də, bu çox qiymətli və dəyərli bir şeydir. Bu gün öz-özünə danışmağın dəlilik əlaməti olduğu və ya yaxşı bir şey olduğu, niyə yaxşı bir şey olduğu haqqında danışacağım. Kanalıma xoş gəldin. Öz-özünə danışmaq nədir? Hər insan istər-istəməz öz-özünə danışır. Plan qırmaq olsun, sabah gedəcəyin kafe olsun, məsələn, mən edirəm, qış tətilində nə edəcəm o olsun, gələn il nələr üzrə çalışacağam, məsələn, video mətnlərini belə istər-istəməz insan öz-özünə düşünərək tapır. Və bu öz-özünə düşünməklər, öz-özünə dialoqlar şəklində olur və öz-özünlə də bir söhbət aparırsan. Bu söhbətlər insana fayda versə də, bəzən zərərləri də olur, amma çox böyük bir hissəsi də insana fayda verir. Unutma ki, insanın ən yaxın dostu da məhz elə özüdür. Çünki insan öz-özünə xəyanət etməz, öz-özünü aldatmaz, öz-özünü tənqid etməz, öz-özünə güvənsizlik etməz, öz-özünə itaətsizlik etməz. İnsan hər zaman özü ilə dost və barışıq halda qalmalıdır ki, mənim də ən böyük dostum məhz özüməm. Çünki bu planları, bu hədəfləri, bu xəyalları özümlə bərabər gerçəkləşdirirəm və bu mənim şuuraltımın verdiyi bir ifadədir. Sən də əminəm ki, bəzi məqamlarda öz-özündə söhbətlər aparırsan. Evdə öz-özünə musiqi oxuya bilərsən, bu səni motive edir. Öz-özünə plan qura bilərsən, öz-özünə depressiv olduğun anları və ya keçmiş nostalji anları da öz-özünə danışıb xəyal qura bilirsən. Yəni, unutma ki, insanın ən yaxın dostu məhz özüdür. Öz-özünə danışmağın kəskin faydaları var. Bayaq da dediyimiz kimi, motivasiyan düşkündürsə, motivasiyan yoxdursa, öz-özünə danışaraq motivasiyanı qaldıra bilərsən. Öz-özünə danışmaq, məsələn, musiqi dinləmədiyin vaxtlarda öz-özünə söhbətlər apara bilərsən. Məsələn, mən video mətnlərinin çoxunu öz-özümə danışaraq tapıram. Və ya sabahın planlarını, məsələn, bu gün getdik, bu gün bunu oxuduq, idmana getdik, yürüyüşə çıxdıq və sabahın planlarını da bu doğrultuda qururam. Və ya öz-özümlə söhbət edərək gələn ilin, gələn ayın planları haqqında qısaca düşünürəm. Öz-özümə söhbət edərək özümlə dost oluram, özümü tanıyıram, gələcək haqqında ümidli xəyallara qapılıram və onların çalışma doğrultusunda atacağım addımları kiçik hissələrə bölürəm. Öz-özümə danışaraq səhvlərimdən nəticə çıxarıram, öz-özümə danışaraq depressiv anlarımın, ümidsizliklərimin, çarəsizliklərimin üstəsindən gəlməyə çalışıram. Necə desəm, öz-özünə danışmaq sənin dərmanındır və bu dərmandan da düzgün şəkildə istifadə etmək lazımdır. Ay dəlilik əlamətidir, ay pis bir şeydir, ay insanlar məni dəli qisminə qoyacaq, ay kimsə məni lağa qoyacaq deyə düşünmə. Bu zaman sən öz dostunu bilə-bilə susturmuş olacaqsan ki, bu da sənə mənfi halda qayıdacaq. Onun bunun dediyinə fikir verməkdənsə, öz dediklərimə fikir verərəm. Əlbəttə doğru olanlara, mənim fikrimcə. Cəmiyyət qınağı doğrudurmu? Bəli, bəzi insanlar öz-özünə danışan insanları qınayır, dəli qisminə qoyur, onları lağa qoyur və ya deyir ki, öz-özünə danışmaq nədir, sən dəlisənmi? Xeyr, bunların hamısı tamamilə səhv bir fikirdir və səhv bir şeydir. Sən öz-özünə danışaraq əslində özünü sağaldırsan, beynindəki yaralarına bir yara bandı yapışdırırsan. Və bu sayədə yaraların daha tez sağalır, özünü daha tez toparlayırsan, dərslər, planlar, həyatlar, cədvəllər deyəndə hər şeyi mükəmməl şəklində təzədən hazırlaya bilirsən. Və öz-özünə danışmağı bilmirsənsə, öz-özünə danışmaq haqqında heç düşünməmisənsə, bu andan sonra da deyərdim. Məsələn, otur, adın olsun, məsələn, filan kəs bu gün neynədim, filan kəs keçən il belə keçdi deyə düşünə bilərsən. Əminəm ki, bu da sənə faydalı olacaq. Hətta 2026-cı ilin, yəni yeni ilimizin planlarını da öz-özünə danışaraq qura bilərsən. Başqalarının sənin yerinə plan qurmasına icazə verməkdənsə, özünlə danışaraq özünə uyğun və rahat planları qurmaq üzrə çalışa bilərsən.
Öz-özünə danışma haqqında yekun gələcək olsa, çox faydalı bir şeydir və hər kəsə tövsiyə edərdim. Sırf bu insanlar dediyinə görə öz-özümə danışmağı yığışdıracağamsa, bu mənə lazımlı bir şey deyil. Əgər faydalı bildiyiniz bir şey varsa, onu tövsiyə edərsiniz deyə bir cavab verərdim. Öz-özünə danışmaq səndə xoş təəssüratlar yarada bilər, mənfi təəssüratlar yarada bilər. Əgər öz-özünə danışırsansa, əminəm ki, çox faydalı işlərlə məşğulsan və gününü çox dolu-dolu keçirdirsən. Bəli, videomuz bu qədər idi. Bu gün öz-özünə danışmanın faydaları haqqında qısa bir video çəkmək istədim və bunun dəlili əlaməti olub-olmamağına gəlsək deyil, burada yazıram bunu. Yəni dəlil əlaməti deyil, istədiyin qədər öz-özünə danışa bilərsən. Sadəcə çalış cəmiyyət içində xəyallarını falan bölüşmə və beləliklə də özünü daha da inkişaf elətdirə bilərsən bu doğrultuda. Bəli, kanala dəstək olmaq məqsədindən abunə ola bilərsən, videoyu bəyəndinsə bəyənə bilərsən, açıqlamadakı WhatsApp kanalımıza da qatıla bilərsən. İzlədiyim üçün sənə təşəkkür edirəm. Sağ ol, salamat qal, öz-özünlə danışmağı unutma.